Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə bəd, Əssalamu aleykum və rahmetullah və barakatuhu, dəyərli qardaşlarım. Biz Şeyx Muhammed İbn Salih Əl-Ütheymin, Allah ona rəhmət etsin, onun Nubzətun fil Əqidətil İslamiyyə, İslam əqidəsi haqqında olan kitabçasını oxunmağa davam edirik. Müəllif Şeyx gəldi çatdı hara? Əl-İmani bir Rusul. Allahın elçilərinə, rasullarına imana. İslamın əqidəsindən də biri nədir? Rasullara iman gətirməkdir. Buyurur ki, Rasul, yəni Rusul, Rasul sözünün cəmidir. Mənası da yəni mursəl, göndərilmiş deməkdir. Və mursəl, göndərilmiş nə deməkdir? Məbəusun bi ibləği şeyin. Yəni bir şeyi çatdırmaq üçün göndərilənə deyilir. Bir şeyi çatdırmaq üçün göndərilənə deyilir. Sonra buyurur ki, vel muradu huna. Burada isə bizim deyir məqsədimiz Rasul deyəndə nə deməkdir? Mən uhiyə ileyhi bi şər'in və ya mən uhiyə ileyhi minəl bəşər bi şər'in və umirə bi təbliğihi. Yəni bəşərdən hansısa insanlardır, Allah onlara şəriəti vəhiy eləyir və əmr eləyib ki, təbliğ eləsin. Bu təriflərdən biridir. Bu təriflərdən biridir. Başqa təriflər də var. Hətta bəzi alimlər, Şeyx Übeyd və s. digər alimlər, Şeyx Hüseyn ibn Teymiyyə, Allah hamısına rəhmət eləsin, başqa təriflər veriblər və bildiriblər ki, o təriflər daha uyğundur. Lakin qısa olaraq Şeyx Muhammed İbn Salih Əl-Ütheymin burada bunu gətirib. Buyurur ki, ən birinci Rasul Nuh aleyhissalamdır. Sonuncu isə Muhammed sallallahu aleyhi və səlləmdir. Allah Teala Nisa surəsi 163-cü ayda buyurur ki, İnna evhayna ileyk kema evhayna ila Nuhin ve nebiyyine min ba'dih. Biz Nuh'a və ondan sonraki peyğəmbərlərə, rasullara, nəbilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik deyir Allah Teala. Yəni peyğəmbər sallallahu aleyhi və səlləmə vəhy etdiyini deyir. Sonra buyurur ki, İmam Buxarinin səhihində gələn hədisdə, hansı ki hədis İmam Müslimdən gəlir və ya daha doğrusu Buxarinin səhihində gəlir Ənəs İbn Məlikdən. Ənəs İbn Məlikdən şəfaət hədisidir. Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni bu hədisə bildirir ki, ilk Rasul kimdir? Nuh aleyhissalam. Bildirir ki, Ənnən nəs yətunə ilə Ədəm. İnsanlar gələcəklər Adəmin yanına. Yəni qiyamət günü, yəni o ayaq üstə durub gözləyəcəklər insanlar uzun müddət. O ərəfədə insanlar gələcəklər Adəm əleyhissalamın yanına. Liyəşfəə ləhum, yəni ona desinlər ki, bizim üçün şəfaət elə, yəni Allah yanında bizim üçün şəfaət elə. Fəyətəzir iləyhim və yəqul. Adəm əleyhissalam, yəni üzr gətirib deyəcək ki, İ'tu Nuhən əvvələ rasulin bə'səhullah. Gedin Allahın ilk olaraq göndərdiyi rasulun, yəni Nuhun yanına. Şeyx deyir ki, bu dəlildir ki, hədisin davamı da var, yəni uzun bir hədisdir. Şəfaət hədisi deyir bu hədisə. Bildirir ki, yəni ən birinci rasul kimdir? Nuh aleyhissalamdır. Sonra Şeyx burada buyurur ki, Allah Teala Muhammed sallallahu aleyhi ve sellem hakkında buyurur ki, مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللّٰهِ وَخَاتَمَ النَّبِيِّينَ. Muhammed sallallahu aleyhi ve sellem sizdən heç bir kişinin atası deyil. Lakin o Allahın Rasulü və nəbilərin isə sonuncusudur. Yəni bu ayəni də gətirmək istəyir Şeyx. Demək istəyir ki, ilk olaraq Nuhdur, Rasul, sonuncu isə kimdir? Muhammed sallallahu aleyhi və səlləm. Sonra buyurur ki, elə bir ümmət yoxdur ki, Allah Teala ora bir Rasul göndərməsin. Və göndərdiyi hər bir Rasulları da Allah Teala müstəqil şəriətlə göndərib. Yəni Rasulların hər birisinə Allah Teala şəriət verib, onlarla şəriət göndərib. Və ondan sonra, o Rasuldan sonra Allah Subhanahu Teala nəbilər göndərib. Nəbilər əsas nə ediblər? Özündən əvvəl olan Rasulun şəriətini təbliğ edib. Şəriətini təbliğ edib, ümmətində qalıb, onu əvəz edib, onun şəriətini insanlara çatdırıb. Məsələn, biz bilirik ki, Rasullardan biri kimdir? Musa aleyhissalam. Musa aleyhissalam Allahın Rasullarındandır və ulul əzm 5 dənə o peyğəmbərlər ki, var hansı ki, Allah onları sıralayıb Quran-ı Kərimdə, onlardan biridir. Musa'nın xidmətçisi Kəhf surəsində baxsaz Allah Teala buyurur ki, وَإِذْ قَالَ مُوسَى لِفَتَاهُ Əl-əyə. Bir zaman Musa öz fətə, yəni xidmətçisinə dedi,
Həmin xidmətçinin adı hədislərdə gəlir. Hətta bəzi hədislərdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir ki, Allah Teala heç bir insan üçün günəşi saxlamamışdı, günəşin hərəkətini tutub saxlamamışdı, bir dənə o kəs üçün. O kim idi? Yuşa ibn Nun, Musanın xidmətçisi idi. O Musa aleyhissalamdan sonra Musanın qövmündə qalır və nəbi olur. Nəbiyyun min bəni İsrail. İsraildə min bəni İsrail, bəni İsrail övladlarında Musadan sonra kim idi? O nəbi sayılırdı. Ona görə Musa aleyhissalamdan sonra Musanın şəriətini təbliğ elədi, insanlara çatdırdı. Yəni hər bir ümmətə Allah Teala Rəsul göndərib. Necə Allah Teala bunu Quran-ı Kərimdə özü deyir? Nəhl surəsi 36-cı ayədə: "Və laqad ba'athna fi kulli ummetin rasulan an i'budullaha vectenibut tağut." Biz hər bir ümmətə Allaha ibadət edin və tağutlardan çəkinin deyən rəsullar göndərdik. Elə bir ümmət yoxdur ki, ora Allah Teala rəsul göndərməsin. Hamısına göndərib. Sonra buyurur ki, başqa bir ayəni gətirir. Fatir surəsi 36-cı ayə. Və in minkum və ya və in min ummetin illa xala fiha nazir. Elə bir ümmət, elə bir qövm olmuyor ki, ora rəsul getməsin, Allah ora rəsul göndərməsin. Sonra buyurur ki, Allah Teala'nın başqa bir ayəsini gətirir. Maidə surəsi 44-cü ayə. Allah Teala buyurur ki, "İnna enzelnet Tevrate fiha huden ve nur. Yahkumu biha'n nebiyyun ellezine eslemu lillezine hadu." Allah Teala buyurur ki, "İnna enzelnet Tevrat." Biz Tevrat'ı nazil elədik. Fiha, orada var nə? Hude, doğru yol və nur. Onun içində doğru yol və nur var. Allaha təslim olan peyğəmbərlərin hamısı, özlərini Allaha təslim edən peyğəmbərlər hədu, lillezine hədu. Yəni o yahudilər ki var idi, onlar üçün hökm verirdilər o Tevratla. Sonra burada buyurur ki, bu əsas məqamlardan biridir rəsullar barədə, gərək biz bunu bilək. Buyurur ki, rəsullar hamısı bəşərdir. Yəni insandırlar. Rəsullar hamısı insan olublar, məxluq olublar. Rəsulların heç birisinin Allaha aid olan məsələlərdən haqqı yoxdur. Rəbb olmaqdan bir haqları yoxdur. İlah olmaqdan bir haqları yoxdur. Bu şeyləri qeyd edirsək çünki lazımdır. Bəzi insanlar nə üçün rəsulları, nə üçün Allahın nəbilərini, elçilərini, onlardan sonra gələn, onlardan qat-qat fəzilətdə aşağı olanları Allaha şərik qoşurlar, Allaha xas olan şeyləri, məsələn, rububiyyəsini belə versən verirlər. Evladı verən kimdir? Allah. Görürsən ki, yəni evlad vermək nə deməkdir? Yaratmaqdır. Görürsən ki, Allahın yaratmasında belə bəziləri o qədər həddə aşırırlar ki, Allaha ortaq qoşurlar. Hansı imamı, hansı övliyanı və s. deyirlər ki, bu da yarada bilər, bu da verə bilər. Aydındır. Sonra buyurur ki, onların ilahlıqdan və ya rububiyyəlikdən, rəblikdən heç bir payı yoxdur və Muhammed sallallahu aleyhi ve selləmi göstərmək olar nümunə kimi və özü bunu öz qövmünə deyib. Allah Teala buyurur ki, Əraf surəsində "Qul la emliku li nefsi nef'an və la darra illa ma şa'allah." De ki öz qövmünə, yəni Muhammed sallallahu aleyhi ve sellem, Allah Teala deyir ki, onlara de ki, mən özüm üçün nə bir xeyir, nə də bir zərərə sahib deyiləm. Allahın istədiyindən başqa. Və law kuntu a'lamul gayb, əgər mən qeybi bilsəydim, lestektartu minel xeyr. Özüm üçün xeyri çoxaldardım. Fikrim açıq aydın ayədir. Və mən məsləniyyə su, mənə deyir bir pislik də toxunmazdı. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Uhud döyüşü günü başını yardılar, onun dişlərini sındırdılar. Hətta qəzəblənmişdi Muhammed sallallahu aleyhi ve sellem deyir ki, keyfə yuflihə qovmun şəccu nəbiyyəhum. Bir qövm necə nizat tapa bilər ki, öz peyğəmbərin döyür, başını yarıb dişlərini sındırıblar. Yəni insan idi, digər insanlara üz verən bəzi məsələlər onda da üz verirdi. Yəni Allah Teala bu ayədə demək istəyir ki, o quldur. Ona görə şəhadətdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Ömərdən gələn rivayətdə nə deyir? Deyir ki, وَلَا تُطْرُونِ كَمَا أَطْرَةُ النَّصَارِ İbn Məryəm. Nəsranilər Məryəm oğlu İsanı şirtdikləri ki, mən şirtməyim. Deyir ki, قُولُوا عَبْدُهُ وَرَسُولُهُ. Deyin ki, Allahın qulu və rəsuldur. Verin. Allahın qulu və rəsuldur. Yəni quldursa onun rububiyyədən, uluhiyyədən heç bir payı ola bilməz.
Və əgər bu Muhammed sallallahu aleyhi ve sellem haqqında belədirsə, o da bütün peyğəmbərlərin əfsəlidir. Qalanları haqqında isə daha yəni məsələ ciddidir. Sonra buyurur ki, İn ənə illə nəzirun və bəşirun liqavmin yu'minun. Əsl missiyasını açıqlayır Muhammed sallallahu aleyhi ve sellemin Allah Teala. Deyir ki, onlara da ki, mən iman gətirməyən qövmə göndərilmiş bir dənə müjdəliyən və çəkindirənəm. Və salam. Peyğəmbərin işi budur. Peyğəmbərə dua eləmək, ondan istəmək, çətinəndə ondan kömək istəmək, ona təvəkkül eləmək, Allaha xas olan şeyləri ona vermək, bu böyük bir zülümdür. Başqa bir ayədə Allah Teala Cin surəsi 21-ci 22-ci ayədə deyir ki, "Qul inni la amliku lakum darran və la rashada." Hələ bu sağ olanda belə. Deyir də ki, mən sizin üçün nə bir zərər, nə bir doğru yola, bir xeyrə qadir deyiləm, sahib deyiləm. Qul inni lan yucirani minallahi ahad. De ki, məni Allahdan heç kim xilas eləyə bilməz. Əgər Muhammed sallallahu aleyhi ve sellem Allahdan heç kim xilas eləyə bilməz isə, ondan savaylar necə? Yəni, ondan savayları daha betərdir. Sonra buyurur ki, وَلَنْ أَجْدَ مِنْ دُونِهِ مُلْتَحَدًا. Mən Allahdan başqa özümə bir sığınacaq, özümə bir söykənəcəyim yer, dönüş yer tapa bilmərəm. Yalnız Allahdır. Sonra buyurur ki, şeyx buyurur ki, yəni bu ayələr göstərir ki, qardaşlar, onlar bir peyğəmbər idi, qul idilər, onların vəzifəsi gəlib bizə öyrətmək olub. Baxsan, elm əhli buyurur ki, Rəsulların göndərilməsində hikmət nədir? Hikmətlərdən biri iqamətül hüccə. Allah Teala Rəsulları göndərməklə qullarına hüccəti qaldırır. Qiyamət günü heç kim deməsin ki, mən bilmirdim. Necə Allah Teala bunu özü başqa ayədə bildirir, deyir ki, rusulan mubeşşirin və munzirin. Li'alla yakuna lin-nasi alallahi ba'dar-rusul. Hüccetun alallahi ba'dar-rusul. Allah buyurur ki, biz qorxuzan, çəkindirən və müjdələyən rəsullar göndərmişik. Niyə? İnsanlar qiyamət günü Allaha deyəcək bir sözü olmasın deyə. Allah göndərib, peyğəmbərlər göndərib, səni dəvət edib, tək özünə ibadət eləməyə, sənə haqqı çatdırıb, sənə necə yaşamaq lazımdır onu öyrədib, öləndən sonra nələr olacaq onu öyrədib və sənə bildirib. Bu açıq aydın bəyandan sonra qiyamət günü mən Allaha deyəcəm ki, sən istəmişdin, mən belə olum. Bu boş söhbətdir, sən bunu deyə bilməyəcəksən Allaha. Çünki Allah deyir ki, mən sənə rəsul göndərmişəm, səni öyrətmək üçün. Və qiyamət günü sən mənə heç nə deyə bilməyəsən deyə. Açıq aydın ayələrdir. Rəsulların gəlməsində əsas məqsəd insanları Allaha yönəltməkdir, onlar da bunu ediblər. Onlar da bunu yaşayıblar. Sonra buyurur ki, peyğəmbərlər, rəsullar bəşərdən olan bir bəşərdir, insandırlar. Xəstələnirdilər, ölürdülər, necə ki, dünyasını dəyişib ölüblər. Onların da yeməyə, içməyə, qadınlarla evlənməyə ehtiyacı var idi, kömək olunmağa ehtiyacı var idi. Onlar da Allaha dua edirdilər, çətin ana düşürdülər. İnsanlara üz verən məsələlər onlara da üz verirdi. Yəni, rəsulları o dərəcəyə qaldırmaq lazım deyil ki, onlar ilahdılar. Şeyx buyurur ki, sonra, məsələn, deyir, İbrahim əleyhissalam, Allah Teala açıq aydın ona öyrədir ki, onlara da ki, mən bir peyğəmbərəm. Mən bir peyğəmbərəm. Və ispat eləyir nə ilə? İbrahim əleyhissalamın insan kimi möhtaclığını Allah Teala ispat eləyirdir ki, o demişdi öz qövmünə, وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِنِ. O Rəbb ki, ora ilahım ki, məni dizdirir və çizdirir. Şeyx bunu nə deyir? Demək istəyir ki, burada, yəni, onlar insan idilər. Yirdilər, içirdilər. Ehtiyacları var idi özlərinin. وَإِذَا مَرِدْتُ فَهُوَ يَشْفِينِ. Buyurur ki, xəstələndiyim zaman mən şəfanı verən Allahdır. وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ. Hansı ki, o məni öldürəcək və dirildəcək. Və salam. Bu ayələr onu göstərir ki, rəsullara ibadət eləmək, ümumiyyətlə salihlərə ibadət eləmək, çətin ana düşəndə onlara dua eləmək olmaz. Onlar sadəcə gətirdilər, çatdırdılar və salam çıxdılar, getdilər Allahın izni ilə. Qutardı. Onların işi bu olub. Rəsulları elə dərəcəyə qaldırmaq lazımdır ki, aparıb Allah dərəcəsinə qoyasın. Peyğəmbər sallallahu aleyhi ve sellem özü İmam Buxardan gələn rivayətdə deyir ki, ənə bəşərun mislukum. Mən sizin kimi bir insanam. Əmsəkəmə tənsəvun. Siz necə unudursunuz, yadınızdan çıxır. Mən də unuduram. Və ilə nəsitu fəzəkkiruni. Gördünüz ki, mən unutmuşam, siz mənə xatırladın. Bu hədisi Peyğəmbər sallallahu aleyhi ve sellem namazda deyib. Namaz qıldıranda bildirir sahabələrə ki, siz necə unudursunuz? Mən də sizin kimi unuduram. Görürsünüz ki, unutdum oxuyanda və ya namazın harasındasa xəta elədim,
O mən xatırladım. Fikir versən. Lakin Allah subhanahu wa ta'ala necə deyib? Baxsaz ayətül kürsünə və digər ayələr var ki, hətta Əl-İmran surəsinin əvvəli belə başlayır. Allahu la ilahe illa huvel hayyul qayyum. La ta'khuzuhu sinetun və la nevm. O Allah ki, Əl-Hayy, əbədi diridir. Əl-Qayyum, bütün məxluqatın ehtiyacını ödəyən, özünün heç bir şey ehtiyacı olmayandır. Fikir versən, Allahu la ilahe illa. O Allah ki, ondan başqa heç bir ilah yoxdur. Əl-Hayy, əbədi diri olan. Əl-Qayyum, bütün kainatın, məxluqatın ehtiyacı olanların, bütün hamısının ehtiyacını ödür, özünün heç bir şey ehtiyacı olmayan. Sonra bu ispat edir Allah Teala burada nəyi? Özü üçün kamilliyi. Özü üçün kamilliyi ispat edilenden sonra naqisliyi özündən uzaq edir. La ta'khuzuhu sinetun və la nevmun. Onu nə bir mürgü tutmaz, nə də o yatmaz. Yuxulamır Allah Teala. Yuxulayan qafildir. Unudan da zəifliyi var. Unudan da naqisliyi var. Sən bütün naqisliklərdən uzaq olanı qoyub, naqisliyi, özündə naqisliyi əhatə eləyənlərdən istəyirsən. Hətta peyğəmbər olsalar da belə. Biz peyğəmbərləri aşağılamırıq. Peyğəmbərlərin məqamı bizim başımızın üzərindən. Lakin biz onlara ibadət eləmirik. İmamlar olsun, kim olursa olsun. Çünki bizdə bu öyrədilib. Bizə bu öyrədilib. Sonra buyurur ki, müəllif burada, Allah Teala öz peyğəmbərlərini tərifləyib bir çox məqamda. Onları tərifləyib, onları öyüb. Məsələn, Allah Teala buyurur ki, Allah Teala Nuh peyğəmbər haqqında, Nuh haqqında buyurur ki, İnnehu kana abdan şakura. O bizim şükür eləyən qulumuz idi. Qul. Ona görə elm əhlidir ki, Muhammed sallallahu aleyhi ve sellem gəlmişdi və bütün peyğəmbərlər, ümumiyyətlə, bütün peyğəmbərlərin vəzifəsi necə biz qeyd elədik? Nəhl surəsi 36-cı ayə. Allah Teala bu ki, "Və laqad ba'atha fi kulli ummetin rasulan an i'budullaha və ictanibut tağut." Biz hər bir ümmətə Allaha ibadət edin, tağutdan çəkinin deyən rasullar göndərdik. Elm əhli buyurur ki, bütün rasulların vəzifəsi qulları, məxluqları, insanları məxluqa, yaradılmışlara qulluqdan xaliqə qulluğa yönəltsinlər. Məsələn, Muhammed sallallahu aleyhi ve sellem gələndə Kəbənin içində və ətrafında 360 dənə büt var idi. İnsanlar özlərini Allaha ibadət edən saymaqlarına baxmayaraq, yenə onların bir kəramətinə etiqad edirdilər. Onlarla Allaha yaxınlaşırdılar. Fikir ver. Məxluqlara qul idilər, məxluqlara kölə idilər. Bugün də bizdə bəzi insanlar görsən, məsələn, hardansa keçəndə ehtiyat eləyir, filan kəs övliyadır, belə demə, ağzına əylər, belə olar, belə olar. Məsələn, filan ağanın dəhşətli kəraməti var, fikir ver. Ondan qorxur, onun kəraməti olduğunu etiqad eləyir. Fikirləşir ki, mən məsələn bir səhv söz deyərəm, bir səhv əməl eləyərəm. O, indi onların dili ilə desə, buna qənim olar, belə fikirləşir. Yəni, buna bəla verər. Ya, qorxur ondan. Sən Allaha təvəkkül etsən, Allahı özünə ilah seçsən, başa düşsən ki, salih olsan, sənə ruzu verəcək, sənə neymətlər verəcək, kömək eləyəcək, qəlbini rahatlaşdıracaq. Talih olsan, pis əməllər eləsən və o əməllərin ucbatından sənə bəlalar gələcək və salam, sən rahat yaşayacaqsan. Xilas olacaqsan qula qulluqdan, gedəcəksən hara? Xaliqə qulluğa. O insanlar başa düşmür. Bütün rasulların vəzifəsi budur. Allah Teala buyurur ki, Nuh haqqında İnnehu kana abdan şakura. O bizim şükür eləyən qulumuz idi. Fikir ver, Allah onu şükür eləyən qul deyib. Biz onların arxasıca getmək, onlara ibadət eləməli deyilik. Sonra buyurur ki, məsələn, Muhammed sallallahu aleyhi ve sellem haqqında Təbarəkəl-ləzi nəzzələl furqanə alə abdihi liyəkunə lil-aləminə nəzira. Aləmlərə çəkindirən olması üçün öz rasuluna, yəni Muhammed sallallahu aleyhi ve sellemə Furqanı nazil eləyən Allah necə də xeyirxahdır. Furqan Quran-ı Kərimin adlarından bir addır. Furqan yəni haqla batili ayırt edən deməkdir. Quran-ı Kərimin adlarından bir addır. Yəni burada fikir versəz Allah Teala nə deyir? Təbarəkəl-ləzi nəzzələl furqanə alə abdihi. Öz quluna Furqanı nazil edən Allah nə qədər xeyirxahdır. Fikir ver, Muhammed sallallahu aleyhi ve sellemə nə deyir? Qulum deyir. Onu tərifləyir. Sonra buyurur ki, məsələn, İbrahim aleyhissalam haqqında, İshaq haqqında, Yaqub haqqında وَذْكُرْ عِبَادَنَا İbrahim və İshaq və Yaqub ulul eydi vel absar. Allah Teala buyurur ki,
Peyğəmbər sallallahu əleyhi və səlləm həm də bu onun üçün təsəlli idi. Allah Taala ondan qabaqki peyğəmbərləri sadalamaqla Muhammed sallallahu əleyhi və səlləmə təsəlli verirdi. Çətin anlarda, qövmü ilə qarşılaşdığı, rastlaşdığı o imtahanlarda deyirdi ki, yadıma sal səndən əvvəlkiləri. Kimlər? Məsələn, İbrahim. Allah Taala buyurur ki, yadıma sal, xatırla İbrahimi, İshaqı, Yaqubu. Onlar qüdrət və bəsirət sahibi idilər. İnna axlasnahum bi xalisatin zikrad-dar. Biz onları, gör nədir Allah Taala? Biz onları axirət diyarını arzulayan, istəyən ixlaslı qullar eləmişdik. Fikir ver. Peyğəmbərlər ixlaslı şəkildə Allaha ibadət etməklə onun axirət diyarını qazanırlar. Bu gün sən də, mən də bir müsəlman olaraq onlar kimi eləməliyik. Axirət diyarını qazanmaq üçün. İxlas nə deməkdir? Bütün ibadətləri xalis Allahın razılığı üçün etməlisən. Sonra burada buyurur ki, və innəhum ibadənə əv innəhum və innəhum indənə ləminəl mustafənəl axyar. Onlar o peyğəmbərlər bizim yanımızda seçilmiş qullardan idi. Həmçinin Allah Teala Məryəm oğlu İsa haqqında da nədir? Buyurur ki, deməli Zuhruf surəsi 59-cu ayədə. İn huwa illa abudun en'amna alayhi. Allah tərifliyordur ki, o quldur, biz ona nemət vermişik. O bizim qullarımızdan bir quldur, biz ona nemət vermişik. Və cealnahu məsələn li bəni İsrail. Biz onu Bəni İsrail üçün misal eləmişikdir Allah Teala. Şeyx Səd dedi ki, misal nədir? Yəni Allah Teala onu yoxdan yaratmaqla öz gücünü, qüdrətini onlara göstərib. Onlarda bir misal olaraq qalmışdı bu. Həmçinin Əl-İmran surəsində Allah Teala buyurur ki, İnne məsələ İsa indəllah kəməsəli Ədəm. Xalaqahu min turabin thumma qala lahu kun feyekun. Allah katında İsa'nın misalı Adem'in misalı kimidir? Onu torpaqdan yaratmışdı. Ol deməklə oldu, İsa da elədi. İsa'nı da Allah Teala yəni Adem'lə ne üçün eyni deyir ona? Çünki Adem'i torpaqdan yaratmışdı. Bəzi insanlar deyirlər ki, indi Adem'in atası, anası olub. O boş söhbətdir. Belə də deyir ki, amma deyir, bilmir ya, hələ Adem'i dünyaya gətirən kişidir, qadındır, Allah bilir. Ağzına gələn də. Heç adam bilmir nə danışır. Adam bilmir nə danışır. Əgər Adem'dən qabaq insan olubsa, deməli bir kişi və bir qadından əməli gəlib. Əgər sən dediyin düzsə, o nə deməkdir? Yəni bilinmir, arvad olub, deyir, kişi olub onu dünyaya gətirən. Ağılda da kəmliyi var, ağılda da problem var. Təsəvvür, dəlixanadır. Dəlixanadır, adam bilmir nə danışır. Ümmətə nəsə ötürməyi heç bilmir nə deyir. Qəribə insanlardır. Burada buyurur ki, yəni misalı İsa'nın Adem kimi də Allah qatında, yəni ikisi də atasız dünyaya gəlib. Açıq aydın ayədir. Allah Teala ikisini də digər insanları yaratdığı kimi yaratmayıb. Adem'i torpaqdan yaradıb, palçıqdan, gildən yaradıb, İsa'nı da atasız yaradıb. Nəticədə hər ikisinin atası olmayıb. Və bütün bunlarla şeyx demək istəyir ki, Rasullar, Allahın elçiləri, onlar qullardır. Onlar məxluqdular, onlara ibadət yox, onların gətirdiyi ilə Allaha ibadət eləmək lazımdır. Və inşallah burada dayanaq, bundan sonra şeyx davam edir, buyurur ki, Rasullara iman gətirməyin neçə dənə növü var və yaxud da neçə məzələni özündə əhatə eləyir. İnşallah bunu davam eləyərik. Vəlhamdülillahi Rabbil ələmin.